Heç düşünmüsünüzmü? Bir millət öz kimliyini, gələcəyini necə qurur? Bu, təkcə iqtisadiyyatla, siyasətlə bağlı bir şey deyil. Bu, həm də, bəlkə də daha çox, ideallarla bağlıdır. Bugün biz məhz bu məqsədlə, yəni Azərbaycanın gələcəyini ideyalar üzərində qurmaq üçün təsis edilmiş bir günün dərinliyinə varacaq. Yaxşı, bəs bu milli ideallar günü deyilən şey nədir əslində? Baxın, bu, Böyük İdeallar Araşdırma Mərkəzi qısaca BİAM tərəfindən yaradılmış simvolik bir gündür. Məqsədi isə çox aydındır. Bir millətin tarixi yaddaşı, kimliyi və gələcəyi üçün idealların nə qədər həyati əhəmiyyət daşıdığını hamıya xatırlatmaq. Gəlin baxaq görək bugün nələrdən danışacağıq. Əvvəlcə, niyə belə bir günə ehtiyac duyulduğunu aydınlaşdıracağıq. Sonra bu ideyanın arxasındakı fəlsəfəyə, yəni BİAM-ın düşüncə tərzinə baş vuracağıq. Azərbaycan kimliyinin necə tərif edildiyini, gənclərin bu işdəki rolunu və sonda Azərbaycanın daha böyük strateji hədəflərini müzakirə edəcəyik. Elə isə gəlin başlayaq və ilk sualı ortaya ataq. Niyə məhz ideyalara xüsusi bir gün həsr etmək lazımdır? Yəni, bu təşəbbüsün arxasında dayanan məntiq nədir? Bu sualın cavabı əslində birbaşa bu hərəkatın beyin mərkəzində, yəni BİAM-ın öz fəlsəfəsində gizlənir. Gəlin görək onlar millət quruculuğuna necə məntiqlə yanaşırlar. Baxın, BİAM-ın bütün məntiqi əslində çox sadə bir zəncirə əsaslanır. Onlar deyir ki, hər şey milli ideyadan başlayır. O ideya olmasa, milli birlik də olmaz. Milli birlik yoxdursa, güclü dövlət qurmaq mümkün deyil. Və nəhayət, əgər güclü dövlətin yoxdursa, o böyük, uca idealları heç vaxt reallaşdıra bilməzsən. Görürsünüzmü, hər şey bir-birinə bağlıdır. Və bütün bunların arxasında duran təşkilat, bəli, bu BİAM-dır. Yəni, Böyük İdeallar Araşdırma Mərkəzi. Onlar özlərini Azərbaycanın milli şuurunu, yaddaşını və dəyərlərini formalaşdırmağı hədəfləyən bir strateji düşüncə mərkəzi kimi təqdim edirlər. Bilirsiniz, bir təşkilatın nə düşündüyünü anlamağın ən yaxşı yollarından biri onun simvollarına, məsələn, logosuna baxmaqdır. Gəlin BİAM-ın logosunu bir-bir açaq. Mərkəzdəki o 8 quşalı ulduz həm günəşi, həm elmi, həm də türk kimliyini təmsil edir. Əllərini yuxarı qaldıran insan fiquru mənəvi yüksəlişin simvoludur. Aşağıdakı açıq kitab isə hər şeyin biliyə, araşdırmaya söykəndiyini göstərir. Rənglər də təsadüfi deyil. Mavi rəng türklüyə, qızılı rəng isə mənəvi gücə işarə edir. Yaxşı, bütün bu fəlsəfə, bu simvollar praktikada nəyə çevrilir? BİAM Azərbaycan kimliyini necə təsvir edir? Gəlin onların hazırladığı bu yol xəritəsinə, kimliyin tərkib hissələrinə bir nəzər salaq. BİAM-ın yanaşmasına görə milli kimliyin demək olar ki, 7 təməl daşı var. Bunlar nələrdir? Ortaq tarixi yaddaşımız, yəni qələbələrimiz və faciələrimiz. Millətin ruhu adlandırdıqları dilimiz, mədəniyyətimiz, həyat tərzimiz. Hamımızı birləşdirən ortaq vətən hissi. Biz kimik sualına verdiyimiz cavab, yəni milli şuur, tarixi dövlətçilik təcrübəmiz və əlbəttə hamımızın bölüşdüyü ortaq ideallar. Bu, sanki bir millətin genetik kodudur. Amma təbii ki, bu təməlləri sadəcə kağız üzərində müəyyən etmək bəs eləmir, elə deyilmi? BİAM-a görə bu kimliyi həm də qorumaq və gücləndirmək lazımdır. Buna görə də 6 strateji istiqamət müəyyən ediblər. Bu istiqamətlər tarixi yaddaşdan tutmuş dilin qorunmasına, ailə dəyərlərindən suverenliyə əsaslanan siyasi şuurun formalaşmasına qədər çox geniş bir sahəni əhatə edir. Bütün bu söhbətlərdə kimlikdən, gələcəkdən danışanda ağla bir sual gəlir. Bəs gənclər, növbəti nəsil bu işin harasındadır? İndi gəlin bu hərəkatın nəsillər arası tərəfinə, yəni gənclərin verdiyi mesaja fokuslanaq. Gənclərin öz çıxışında səsləndirdiyi bir fikir var. Çox güclü bir metafordur və məncə məsələni tam izah edir. Onlar deyir ki, milli ideallar nəsilləri bir-birinə bağlayan görünməz bir körpüdür. Yəni bu ideallar keçmişi gələcəyə, bir nəsli digərinə bağlayır. Onların gənclərdən açıq məktub adlandırdıqları sənəddə 3 təməl inanc var. Bu, onların mövqeyini çox aydın ortaya qoyur. Birincisi, elm olmadan inkişaf olmaz. İkincisi, mədəniyyəti yaşatmasan, milli kimliyi qoruya bilməzsən. Üçüncüsü isə, birlik olmasa, heç bir idealı gerçəkləşdirmək mümkün deyil. Amma gənclər təkcə inanışlarını deməklə qalmırlar, həm də konkret öhdəliklər götürürlər. Onların Milli Məsuliyyət Manifesti var ki, burada 5 vacib vəd verirlər. Elm və bilik yaratmaq, milli dəyərləri qorumaq, tarixi yaddaşı yaşatmaq, birliyi gücləndirmək və nəhayət dövlətçiliyə sadiq qalmaq. Bu əslində o ideoloji mirası qəbul etdiklərinin və davam etdirəcəklərinin bir göstəricisidir. İndiyə qədər daha çox daxili məsələlərdən, kimlikdən, birlikdən danışdıq. Yaxşı, bəs bu ideologiyanın üzü xaricə, yəni böyük geosiyasətə necə baxır? Gəlin indi miqyası biraz böyüdək və üfüqdəki strateji hədəflərə nəzər salaq.
Beyham sədrinin çıxışında gələcək üçün 3 böyük, hətta deyərdim ki, iddialı hədəf qoyulur. Birincisi, vahid vətən, yəni daxili güc və bütövlük. İkincisi, Turan idealı, yəni daha geniş türk dünyası ilə əlaqələr. Və üçüncüsü, yeni Qafqaz fəlsəfəsi, yəni regionda liderlik missiyası. Gəlin bu iki xarici hədəfi biraz da açaq. Bir tərəfdə Turan idealı var ki, bu daha çox türk dilli xalqlarla mədəni və siyasi birliyə yönəlib. Digər tərəfdə isə ortaq Qafqaz evi ideyası dayanır. Bu isə Azərbaycanın öz yaşadığı Qafqaz regionunda sülhün və stabilliyin mərkəz olması hədəfidir. Və bütün bu strategiyanın, bütün bu hədəflərin tam mərkəzində dəmir bir qayda var. Milli suverenlik. Onların manifestində bu toxunulmaz, hər cür xarici təsirdən qorunmalı olan ayrılmaz bir təməl kimi göstərilir. Bu onlar üçün qırmızı xəttdir. Yaxşı, gəlin bütün bu danışdıqlarımızı bir yerə yığaq. Bütün bu parçaları birləşdirəndə nə görürük? İdeallar müasir bir millət üçün əslində nə deməkdir? Gəlin yekun nəticəyə gələk. Bəlkə də bütün bu müzakirəni yekunlaşdıran ən güclü cümlə elə budur. Biyam sədrinin dediyi bu sözlər idealların bir millət üçün niyə bu qədər vacib olduğunu çox obrazlı şəkildə izah edir. Onlar bir növ mənəvi kompasdır. Fırtınalı dənizdə yol göstərən yelkəndir. Onlar olmasa millət yolunu itirər. Yekun olaraq Biyamın missiyasını 5 əsas istiqamətdə qruplaşdırmaq olar. Onların məqsədi milli idealizm fəlsəfəsini yaymaq, milli şuuru gücləndirmək, gənc nəsli bu ruhda yetişdirmək, tarixi irsi təbliğ etmək və əlbəttə ki, türk dünyası ilə birliyi gücləndirməkdir. Və sonda gəlin bu müzakirəni hamımız üçün bir sualla bitirək. Azərbaycan nümunəsi əslində bizi daha böyük, daha universal bir suala gətirir. Bugünün sürətlə dəyişən, sərhədlərin şəffaflaşdığı qlobal bir dünyada milli ideallar necə yaradılır və daha da vacibi, necə qorunub saxlanılır? Bu, təkcə Azərbaycanın deyil, bugün bir çox millətin üzləşdiyi fundamental bir problemdir.